Kızlar, bunu burada bir aydınlaşdıraq. Mənim ayağımın şişməsi əməliyyatımla heç əlaqəli deyil. Yanlış anlaşılma olmasın, bu bir. Ayaqda piy aldırma, belə bir şey varmış, onu eləməmişəm. Bu iki. Qəzaya düşməmişəm şükür. Bu üç. Mənim ayağım, bir dəfə video paylaşmışdım, yenə deyirəm qısa. Rusiyadan gələndən sonra orada üşütmüşdüm, grip bilirsiniz və üstünə də biraz stres keçirmişdim. Nəysə, o məndə qalsın. Hər insan həyatında stres olur. Biraz cıqqılı stres keçirmişdim. O elə ikisi bir anda məni vurmuşdu. Və mən xəstə oldum, bilirsiniz, bir həftə əməli başlı sistemlərdə yatdım, qalxa bilmədim, ciddi. Sağaldım dedim və mən dinlənmək yerinə ki, bir həftə dinlənməli idim. Biraz səsini aldım mən balam. Dinlənmək yerinə mən başladım idmana getdim, at minməyə getdim, çəkilişə falan, sonra işlədim, hamısı üst-üstə gəldi. Yəni bunun nə idmanla, nə atla, nə heç nə deyil. Ayağım elə bir ki, bu virus məndə var imiş, bu gripin, vurub ayaqlarıma. Və mən buna diqqət etmək yerinə xamlamışam deyə düşündüm ki, hər zaman olur məndə. Fikir vermədim. O da artıq əməli başlı, həm də dərs bilirsiniz, mən çox işləyirəm. Dərslər verirəm və işim ayaqdadır. O qədər bastığım üçün dinləmək yerinə ayağı yuxarıda tutmalıyam, soyuq kompres eləməliyəm. Mən ayağım aşağıda və ən böyük səhvlərdən biri isti suyla ayağımı ayağıma tökdüm. Yəni duş aldım, belə deyək. Bu daha çox zərər verib. Bilmədən özümə zərər vermişəm. Ona görə belə bir şiş oldu. Qızartılar əmələ gəldi. İndi müalicə yazıblar. 45 dənə iynə damarıma, sistem kimidir böyük. Şpris yazıblar. Artıq 20 dənə vurmuşam, şükürlər olsun. Ayağımın şişi yatıb, şükürlər olsun. O tontiş şiş gedib. Amma dediyim kimi, nə ayaq piyləri aldı. Mənim ayaqlarım maşallah dümdüz, qəşən. Bilirsiniz ki, mənim ayaqlarım hətta deyir, çoxu yazır ki, gözə dəydi. Yəni elə piy falan aldırma yoxdur ki, olsa deyərəm. Siz bilirsiniz ki, mən bir dənə əməliyyat elətdirmişəm təkcə, abdomino. Onu da paylaşmışam. Yəni mənim gizli saklı bir işim olmaz. Amma başqa şeyləmin, bir də dediyim gibi əməliyyatım şükür. Əməliyyatımdan qorxduğum gibi şey olar. Orada heç bir şey olmadı. O haqda da paylaşım eləyəcəm. Bu başqa bir sağlıq sorunuydu. Bu aralar bir imtahan üzərindəyəm. Allahın imtahanındayım. Bu da keçəcək. Maşallah mən güclüyəm. Hamımızın həyatında belə imtahanlar olub. Olacaq da. Ona görə dualarınız eksik olmasın. Allah razı olsun. Hamınızın dualarını bilirəm. Hiss eləyirəm. Qarşılığını görürəm. Allah ürəyinizə görə, o gözəl gönlünüzə görə versin. Sevirəm sizi. Öpeyirəm.